Bunların kabusu olan misal tiplərindən biri də polinomların qurulması ilə bağlı sual idi. Bir px 3-cü dərəcədən bir polinomdur, tamam mı? 3-cü dərəcədən bir polinomdur. Belə bir məlumatlar verilib sizə. Baxın, p-2, p-1, p3 bərabərdir 0 deməkdir ki, tənliyin köklərindən biri -2, -1 və 3-dür. Demək ki, onun vuruqlarından biri. Yadınızdadırsa, əgər tənliyin kökləri x1, x2-dirsə, ax kvadratı üstə gəl bx plus c-ni məsələn. Bunu necə eləyirdik uşaqlar? A vurulmuş, x çıx x1 gördük, x çıx x2, x çıx x bu formada yazırdıq. Bu istənilən dərəcədən tənlik üçün keçərlidir. Əgər kub tənliyi olsa, x çıx x3 əlavə eləyəcəksiniz. İndi o ideyadan çıxış eləyərək mən deyəcəm ki, bax burada x-in qiyməti -2-dirsə, x işarə ilə gətirib içəriyə qoymalıyıq. Onda yazacağam ki, px-imiz özü deyib ki, 3-cü dərəcədən bir polinomdur. Baş katsayı, yəni a-nı bilmirəm, a vurulmuş, x -2-dirsə müsbət 2 keçəcək, x -1-dirsə müsbət 1-ə keçəcək, çarpı müsbət 3-dirsə x minus 3-ə keçəcək. Və salam. Əgər sonuçda tutaq ki, burada 2 falan yazsaydı, o qalıq olduğu üçün misalın üstünə onu gələcəkdir. Yaxşı, o yazmayıb da gəlmirik. O başqa misal stili. Sonra bu bilgini nə üçün verib? A-nı tapmaq üçün verib uşaqlar. Bunun içində qoymalısan deyir, 0 içində bu sənin düsturundur, hazırdır. Yaxşı, x gördüyün yeri 0 qoysan, yəni p0 hesablayana x gördüyün hər yeri 0 qoyub sonucu 4-ə bərabər edirsən. A, ikinci mötərizədən içi 2, ikinci mötərizədən içi 1, üçüncü mötərizədən içi -3, cavabı da bərabər olmalı 4-ə. Burada -6-a bərabərdir 4-ə, A-nın qiyməti də 2 bölünmüş 3-ə özdə mənfi ilə. Bu A-nın qiymətini tapdıq, A-nın qiymətini tapdıqdan sonra uşaqlar, mən buranı bir təmizləmə aparıram, A-nın qiymətini silib burada yerinə yazıram, -2 bölünmüş 3-ə. Artıq mən polinomumu qurmuş oluram. Polinomu qurandan sonra da bizdən p2-ni tapmaq istəyir uşaqlar. İndi də bu dəfə aparıb px gördüyüm hər yeri 2 yazacaq. -2 bölünmüş 3 vurulmuş. Onu birinci mötərizə 4 eləyəcək, ikinci mötərizə 3 eləyəcək, sonuncu mötərizədə -1 eləyəcək. -1 vuranda bunlar getdi müsbətə, 3-lər ixtisar getdi. 2-ni də 4-ə vuranda cavab 8, cavab B variantı bu formada işlənir bu sual.